Heç düşünmüsünüz, insanı ən çox çürüdən şey nədir? Xəstəlik, çətinliklər, xeyr. İnsanı ən çox çürüdən şey onun öz daxilində bəslədiyi şübhələrdir. Şübhə sadəcə bir sual deyil. İnsanı həqiqətən də daxilini darmadağın edən bir qüvvədir. Həksə salam. Bu gün biz sizlə artıq yeni bir mövzuyla qarşınızdayıq. Şübhə mövzusu haqqında danışacağıq. Gəlin çox vaxt itirmədən keçək şübhə mövzusuna. Bəli, şübhə həqiqətən də bir ağacı necə qurd içindən yeyirsə və biz kənardan baxanda o ağaca görürüksə ki, bu ağac həqiqətən də çox möhkəm bir ağacdır, amma qulağımızı həmin ağaca yaxınlaşdıranda orada sadəcə bir qurdun o cırıltı səsini eşidəndə onda bilirik ki, bu ağac həqiqətən də qurtlamağa doğru gedir. Amma ağacın zahirinə baxdıqda nə görürük? Ağac sağlamdır, amma qurd ağacın içindən yavaş-yavaş dinləyəndə görməyə başlayırıq ki, eşitməyə başlayırıq ki, qurd ağacı yavaş-yavaş yeməyə başlayıbdı. Bu həyatda insan da həqiqətən də şübhələrlə yaşaya-yaşaya deyir, gülür, əylənir və xoş güzəran bir həyatı, xoş firavan bir həyatı var imiş kimi gözəl bir şəkildə həyatını yaşamağa çalışır. Lakin o insanın da daxilində öz şübhələri ilə yaşadığının insanlardan da bir növ gizlətməyə çalışır. Və bunlardan da ən pisi nədir bilirsiniz? İnsanlar neçə illik şübhələrini hal-hazırda özlərində daşıyırlar. Yəni bir sual var, neçəsə il bundan əvvəl ağıllarını qurcalayan, həqiqətən həyatları üçün çox ciddi təsir edəcək bir sual var və o sualın cavabını tapmırlar. Aradan illər keçir, bu sualların ətrafına başqa suallar da əlavə olunur. Bu kiçik şübhə böyük, iri bir şübhə əmələ gətirir. Və bu şübhəyə rəğmən onlar hər daim nə edirlər? Özlərini narahat hiss etməyə başlayırlar. Və nəticə etibarilə onlar bu narahatçılığın nəticəsində həyatdan da zövq ala bilmirlər və bu da onların həyatının bərbad olmasına gətirib çıxardır. Və həqiqətən çox ciddi və özümüzə də sual veriləsi məsələlərdən birisidir ki, biz bu günə qədər neçə şübhəni özümüzdə daşıyırıq? Həyatımız boyunca neçənci ilin şübhəsini özümüzdə daşıyırıq? Üzərimizdə nə qədər şübhə var? Bu şübhə məsələsində ən çox məsələ həqiqətən həyata və yaşadığı şeyə ciddi təsir göstərən məsələlərdən birisi dini mövzulardadır. Bəzən olur ki, adam 10 ilə yaxındır namaz qılır, amma 9 il bundan əvvəlki şübhəsini hələ də daşıyır. Və hal belə olduğu təqdirdə də o addımlamaq istədiyi o mənəvi inkişaf yolunda böyük bir çatlaqlar əmələ gəlməyə başlayır. Çünki adam problemi həll eləməyib. 9 il əvvəlki sual o zənn edir ki, artıq sual keçmiş olar. Artıq üzərindən 9 il keçib, amma xeyr, o sual artıq daha ciddi yerlərə gedəcək səviyyədə böyükdür. Çox iri. Bu adətən şübhəni mən şeyə bənzədirəm. O qar, hər kəs qarla oynayanda o qardan hər hansısa bir şey düzəldəndə o qarı balaca bir top olaraq başlayıb ətrafdakı olan qarlarla həmin o qar topasını nə qədər böyütdüyümüzü hər kəs bilir. Eyni şübhə də belədir. Kiçik bir şey olaraq başlayır, amma ətrafdakı şeylərlə o böyür. Axırda həqiqətən də üzərindən ata bilməyəcək səviyyəyə gəlib çıxardır. Və bu tip insanların qarşısına hansı növ dəlil gətirirsənsə gətirir. Yəni şübhə olan insanlardan gedir təbii ki. Şübhəsi olan insanların qarşısına hansı növ dəlil gətirirsənsə gətir. O insanlar bu şeyləri bir variantda baxarlar. Ya dediyin şeylər həqiqət deyilsə. Yəni adamın qarşısına tonlarla ciddilik bir kitabın ifadə edəcəyi məğzələri çatdıracağı bir mənalar qabağına qoymaya çalışırsan, kitablardan, qaynaqlardan məlumat verməyə çalışırsan, nəticə etibarilə adam hər şeyi məntiqli izah etsən, normalda qəbul edilməsi lazım ikən arxasında durduğu bir söz var. Ya bu dediklərin həqiqət deyilsə. Onda o tip insanlara bəzən mənim verdiyim cavablardan birisi də budur ki, ya həqiqətdirsə nətər olacaq? Yəni şübhəci olan insanlar da həyatı boyunca ətrafında verdiyi insanların suallarına bu şübhə ilə verdiyi cavablara bu şübhə ilə yanaşırlar. Ya doğru deyilsə, ya səhvdirsə, amma demirlər bəlkə bu düzdür, bəlkə doğru deyil. Onu düşünmürlər, əksini düşünürlər. O insanlar bunun hər daim neqativini düşünəndə və şübhəci insanlar ətrafdakı insanların, yəni digər şübhəyə meylli olan insanlar biraz qarmaqarışıq fikrə, şübhəyə düşməyə hazırdırlar. Çünki bu insanların oturmuş bir təməli yoxdur və oturmuş bir təməlinin olmaması da ətrafdan hər hansısa bir neqativ bir sözün onun düşüncəsini bulandırmağa kifayət edə biləcəyi potensialına çevrilmiş olur həmin şəxsə. Və bu insanlar qarşısındakı insanı, şübhələri qarşısındakı insana tökəndə və qarşıdakı insanın da şübhəyə düşmədiyini görəndə əksəriyyəti bu sualı verirlər. Necə olur ki, sən bunları heç düşünmürsən? Mənim ağlımda bu qədər şübhələr var. Mən şübhələrin hər birini detallı şəkildə sənə açıram və sən şübhəyə düşmürsən. Çünki insanın beynini, o şübhəci insanların beyninin içi qarmaqarışıqdır. Beyin öz
fikirlərini yeyib bitirməyə çalışır və həqiqətən çox əziyyət çəkdikləri bir prosedurdur və qarşındakı insan bu şeydən şübhəyə düşmür. O insana da maraqlı gəlir ki, sən nəyə inanırsan ki, sən nəyə əsasən bu şübhələrə düşmürsən? Məhz şübhəyə düşməməklərinin əsas səbəbləri belə bu tip insanların, yəni şübhəci insanlarla da qarşılaşsa, şübhəyə düşməməklərinin səbəbləri sağlam təməl əqidələrinin, düşüncələrinin, oturmuş bir düşüncələrin olduğunu göstərir. Yəni sağlam bir fundament olmayan insanın qarşısına nə qoysan artıq inanmaq məcburiyyətində və yaxud da inkar etmək məcburiyyətində qalacaq. Amma sağlam təməli olan insanlar bu tip mövzularda həqiqətən də öz təməllərinə etibar edərəkdən bunu həyata keçirdikləri üçün digər insanlar kimi çox əzab-əziyyət çəkmirlər bu şübhə ilə bağlı. Yəni burdan şübhəci insanlara da, yəni şübhəli həyat yaşayanlar, şübhələrlə həyat yaşayan insanlara onu demək istəyirəm ki, bu tip şübhələrin sizdə tez-tez biruzə verməsi, tez-tez sizi belə bu formada narahat eləməsinin səbəbləri, birinci səbəbi odur ki, təməlinin doğru düzgün oturulmaması, yəni sağlam bir təməlin olmamasıdır məsələ. Və ikincisi də bizim kiçik gördüyümüz vaxtilə cavabını axtarıb tapmalı olduğumuz sualları ertələməyimizdən, sonra taparam, ciddi bir şey deyil deyib məsələni ciddiyə almadığımızdan qaynaqlanan məsələlərdir və buna görə də biz istənilən bir fikirdən, istənilən neqativ bir fikirdən şübhəyə düşə bilirik və bu da bizim həyatımızı alt-üst edir. Bizim dayana biləcəyimiz sabit bir nöqtə yoxdur. Bizə görə bütün nöqtələr bizim üçün şübhə yaradacaq potensialda olmuş olur. Ona görə mütləq şəkildə sağlam bir təməli otuzdurmaq və o təməllə hərəkət etmək həm öz həyatımız üçün, həm də öz gələcəyimiz üçün çox vacib ünsürlərdən birisidir. Ən vacibi də budur ki, şübhəci insanlar ona gətirilən hər bir şübhənin doğru olduğunu düşündükləri üçün həqiqətin harda olduqlarını itirirlər artıq. Bizə gətirilən hər məlumat, hər altında bu filan qaynağı ilə verilmiş qədər, amma qaynaqdan da heç əsər əlamət olmur, amma bir şeyə istinad edilməsi və bir qaynağının varmış kimi bizə təqdim olunması və bizim də bu nöqtədə elmimizin zəif olması bizi bir şeylərə inandırmağa vacib edir və bizim şübhələrin sayını artırmış olur. Ona görə də maksimum şəkildə bu şeylərə qulaq ardı eləməyə çalışaq, öz şübhələrimizin, öz suallarımızın cavabını tapmadığımız bütün suallarımızın cavabını axtarmaya gedək və məsələlərə artıq inamla davam etməyə çalışaq. Məsələlər artıq şübhə ilə yox, məlumat, yəni bilgi üstə gəl, inam. Bunların ikisinin paralelində ortaya nəsə bir şeylər qoyub suallarımızın cavabını bu formada tapmağa çalışaq. İndi isə sualım sizədir. Gəlin bunu şərhlərdə yazağın. Sizin nə şübhələriniz var və bu həyatda sizə ən çox yaxşı və yaxud da pis şəkildə sizin həyatınızı məhv edəcək o şübhə nədir və bu günə qədər hansı şübhələri yaşamısınız? Gəlin bir balaca cəsarət istəyən mövzudur. Qəbullanıram bunu. Gəlin bu cəsarətimizi özümüzdə toplayıb bu şübhələri şərhlərə yazaq. Bəlkə də o şübhənin cavabını elə şərhdə tapdıq. Mən dinlədiyiniz üçün çox sağ olun. Başqa fərqli videolarda görüşmək ümidi ilə hələlik. Sağ olun.